Bax, ilk sevgim, elə gözümü açıb demişəm anamdır. Biz həyatımı gec qurmağım da ondan əmələ gəlib. O qədər onu sevmişəm ki, fikrimdən çıxıb, həyat qurmaq lazımdır. Vaxt keçir, həyat qurmaq lazımdır. Bunlar da yadımdan çıxıb. Nə qədər insanda, mən demirəm, valla, hamı anasını sevir. Deyirəm, ay Allah, nə yaxşı o məhəbbəti vermişsən mənə, anamın məhəbbətini. Həmişə də deyirəm, uşaqlarıma da demişəm ki, bilmirəm, valla, bəlkə sən səmimi ailə söhbəti eləyiriksə, bu ürəyimdən gələn söhbətdir. Hərdən mənim yoldaşım deyər ki, mən uşaqlara deyirəm ki, mən öləndə anamın ayağı, məni yandırarsınız. Anamın ayağının altında bastırarsınız. Çünki burada yer yoxdur, ancaq atamla anamdır. Gör, nə qədər ağır ki, ondan ayrı düşməyim, gedim düşməyim o provinsiyasını xiyabana düşməyim də. Səlim hərdən mənə deyər ki, arxayan olayı, sən rəhmətə gedəndə səni orada bastıracaqlar. Dedim, mən ancaq demişəm ki, uşaqlarıma, mənim qəbrim partlar ki, əgər gedin, bax danışıram, qəhərbə olur mən, gedin anamın qəbrinin üstünə. Əgər ora getsiniz, mənim ruhum xoş olacaq, mənə gəlməyin. Çünki mən getsəm sonra, mən öldüm. Deyirəm ki, onlar getsin, mən